Şəxsi inkişafınıza ən çox təsir edən 3 Quran ayəsi hansıdır? Quran ayəsi. Birincisi, mən çox düşünmüşəm onun barəsində. O dediyim, Allah nə qədər ki sən özündə olanı dəyişməmisən, Allah səndə olan heç nə dəyişməz. Mən çox düşünmüşəm ki, namaz qılırsan dəyişkənlik yoxdur. Oruç tutursan görürsən ki, ədalətdəsən. Nə oldu? Nəyi dəyişməlisən sən? Maraqlıdır ki, Allah burada qeyd vermir. İnsanı qeyd vermirsə, deməli istəyir mən düşünüm onu. Öz. Son 2. Rabbi zidni ilmən. Bizdə məşhur tərcümələrdə olur ki, mənim elmimi artır. Amma məni elm olaraq artır. Məni artır. Allahdan insan özünün artmasını istəyir. Məsələn, şükür etsəz, ləəzidənnəkum. Bəzi Quran məşhur tərcümələrdə deyir, Allah sizə nemətini artırar. Yox, sizi artırar. Səni böyüdər. Nə qədər olur, bəzən topu doldurursan, belə fış, hava ətrafa gedir, top dolmur. Yəni sənə onun dolması lazımdır. Üçüncüsü də ki, Zəlzələ surəsindəndir. Kim zərrə qədər yaxşılıq etsə, onu görəcək. Demir cəzasını görəcək, demir mükafatını, deyir onu görəcək. Etdiyini görəcəksən. Yaxşılıq edəcəksən, görəcəksən. Pislik edəcəksən, misqalə zərrətin, xırda bir azacıq zərrə qədər eləsən görəcəksən. Dünya görüşümüzü formalaşdıran 3 kitab, dini kitab da olar, qərb ədəbiyyatı da olar falan. Mənim üçün çox önəmli olan kitablardan biri Herman Hessenin Siddhartha kitabı olub. Kiçik. Mən yəni İslam ədəbiyyatından əlavə də məsələn Xristian ədəbiyyatında və ya Buddizm ədəbiyyatında. İndi Buddizm deyəndə bizdə elə bilə bütpərəst. Bir Yəni fəlsəfədir o da. bizdə də yəni fəlsəfəsi. Çünki bir çox müsəlmanlara görə Budda özü peyğəmbər olub. Halbuki isbat edə bilməz. Məsələn, sadəcə məktəbi onun təhrif olunub. Biz belə deyəndə Allah Taala dünyanın bütün bölgələrinə peyğəmbər göndərib. Biz bunu bilək, bilməyək. Hara lazımdırsa göndərib. O Siddhartha o insanın mənəvi halı barəsində gedən təkamülüdür. O mənə çox belə qısa deməyə kifayət edir. Martin Eden əsərini deyərdim. Yaxşıdır ki, onu ilkin vaxtlarda oxuyanda Jack Londonun Martin Eden əsəri. Mən bəxtəvar adamam ki, onu öz fəaliyyətimin ilkin vaxtlarında oxumuşam. Ki sən görürsən ki, həqiqi uğur zahiri nailiyyətlər deyil. Hardan başlayırsan sən, heç nəyin yoxdur. Və hara çata bilərsən və sənə nəyin yoxdur. Üçüncüsü də ki, bunu dini roman kimi qeyd edərəm. Ayətullah Qoçaninin Qərb Səyahəti adlı bir kitabı var. O Quran ayələri, hədislərə əsasən mən ona roman deyirəm, amma bəlkə də ona bir roman kimi baxmazlar və mən dini ədəbiyyat baxımından ilk oxuduğum roman hesab edirəm. Çünki mənim yaşım az idi. Yaşımız az idi. Dini hələ tanıyırdıq. İlkin ədəbiyyat olaraq o keçdi. Məhəllədə əldən ələ ötürürdük onu. Bəlkə də 2 dəfə oxumuşam onu, tüklərim biz-biz olaraq. Bu, bir insanın qəfil öldükdən sonra ta ki bərzəxə qədər olan qərb səyahətindən danışır ki, sənin başıma nələr gələcək, aralardan aralara keçəcəksən. Yəni biləcəksən bu dünyada nə əməl eləmisənsə, o səfərdə nələr başına gələcək. O çox təsir eləmişdi ki, bu dünyada sən qeybət edərsən, söyüş söyərsən, filan edərsən, o sənin o səyahətində sənə nə formada gəlib çıxar. Mən dini ədəbiyyatlara girmirəm, çünki onlar üçün bəzilərinə mərifət lazımdır. Durub deyərsən Nəhcül Bəlağəni oxu. Nəhcül Bəlağəni oxumaq üçün insan gərək hansı bir baza olsun ki, gedib çatasan ona da. Bu boyda ağsaqqal alimlər var, 50 il dərs oxuyublar, yenə də baş çıxarta bilmirlər ondan. Necə deyəsən ki, get birinci okeana get. Ona görə yenə də bunu oxusalar yaxşı olar. Yenə də deyərdim ki, Murtaza Mütəhhirinin ki, maşallah, yəni böyük kitabları tərcümə olunub. Həm də o danışıb bəzilərini, onu kitablaşdırıblar deyəndə daha rahat olur. Elə bilsən sənlə danışır. Çünki kitab şəklində düşəndə ağırlaşır adam üçün. Amma bir var danışıb, moizə edib, onları yığıblar. Müxtəlif sahələr üzrə danışıb, şəhidlik danışıb, fitrət danışıb, örtünmə danışıb, onu danışıb, bunu danışıb. Yəni mənə elə gəlir ki,
maraqlı onun Müntəzəm üslubu var. tərif. Bir dövrüyə, məsələn, deyərdim ki, Quranın təfsiri barəsində nümunə təfsiri çox asan, rahat dildə tapmaq olar. O əldə də var. Play Marketdə də var hətta. Yükləmək olar. Çox deyərəm bir dövrüyə onu oxusunlar. Yəni Quranın təfsiri ilə bilsinlər ki, Fatihə surəsindən Nas surəsinə qədər o qədər asan, bəsit dildədir ki, yəni yox bu geniş oxucu kütləsi üçündür.